Bəzən bizə baxıb deyirlər, dərinə getmə və ya kiməsə İslamdan danışırsan, tövhiddən, namazdan, ibadətdən danışırsan, deyirlər, dərinə getmə. Əslində o, qardaş, o söz var ha. Bəzən bunu ibadət edən qardaşlar deyirlər, adam özü təəccüb keçirdir ki, qardaş, hansı dərinlikdən danışırsan? Əgər dərinlik məsciddə cəmaət namazına getməkdirsə, cümə namazına getməkdirsə və ya dərinlik Quran-Kərim oxumaqdırsa, dərinlik şəri elm öyrənməkdirsə, insanları görəndə o bəhrələndiyin, sənə xoş gələn, qəlbinlə rahatlıq tapdığın şeyə insanları dəvət eləməkdirsə, qardaş, bu dərinlik deyil, bu xoşbəxtçilikdir. O insan xoşbəxt insandır ki, qardaşım, o, əlhamdülillah, belə deyim də, İslamı sevir və istəyir ki, ətrafında olan insanlar da o sevgiyə qovuşmuş olsun. O dərinliyə getmə deyən insanlar var ha. Onların bir çoxu, qardaşım, cahiliyyə üçün darxan adamlardılar. Ayətdə deyir, əfə hukməl cahilunə yəbğun. Onlar yoxsa cahiliyyəni mi istəyirlər? Çünki olur da, insan gəlir ibadətə, amma ağlı qalıb hələ də o cahiliyyəsində, köhnəsində, köhnə fikirlərində. Bax, o insanlar ki var, deyirlər, dərinliyə getmə. Onların özünü var, islah eləmək üçün çalışmaq lazımdır ki, qardaş, dərinlik edib neyləmişik ki?